yoxluğudur. Onun bu maçda iştirak etmədiyi, dəqiq zədəsinin isə çox da ciddi olmadığı deyilir klubdan. Ovosu topu Sissoko'ya ötürür Adriel Balua. Balua'dan son anda topu almağı başardı orada. Ivan Lepinitsa. Lepinitsa itirir topu. Zərbə gelir uzaqdan. Yerindədir Stas Pakatilov. Ötürmə sol cinaha. Aron Maluda. Maluda mərkəzə meyilləndi. Rahman Aliyev uzaqdan zərbə indirədir. Rahman Aliyev top direğin yanından keçir. İsayev. Ondan mərkəzə Joyles Mikes ötürmələr devam edir hazırda. Sabah futbolçularından zərbə və gol! Çempionatın ən sərrast futbolçusu. Cari çempionatda vurduğu qolların sayını 11'e çatdırır Joyles Mikes. İzliri təkrarı. Bax burada Nicat Əliyevlə toqquşdu. Əla ötürməkdir Kaim Paris'də. Müdafiənin mərkəzindəki boşluğu dəyərləndirir. Joyles Mikes 1-0. Lepinitsa uzun məsafəli alt atışı, qapı qarşı göndərilən top. Müdafiə xətti topu çıxarır. Əks hücuma imkan vermədi Aleksey İsayev. Kaim Paris aldatdı orada Manapovu çox rahat şəkildə. Paris növbəti dəfə aldadır ötürmə qapı qarşısına. Top uzaqlaşdırılır Timotey Puxaç. Puxaç zərbə indirir son anda Rıza Cəfərov. Aleksey İsayev. İrəli ötürmə Kaim Paris. Çatdı topa Paris. Kaim Paris ötürmə qapı qarşısına. Aron Maluda. Maluda saxlayır topu. Zərbə Rıza Cəfərov və son anda müdafiə xətti. Puxaç zərbə indirir top qapının üstündən keçir. İzliri təkrarı. Bax burada Maludanın zərbəsindən sonra top. Kaim Paris, Aleksey İsayev. İsayevdən sağ tərəfə. Joyles Mikes cinahda. Aleksey cəbə meydançasına. Aleksey İsayev və gol! Sabah ikinci qolu vurur. İzliri təkrarı. Bax bu da həmin epizod. Yaxın küncə zərbə Rıza Cəfərovu. Çətin vəziyyətdə əla zərbə ilə yaxalayır Aleksey İsayev. Mikes isə geridə qalan dəqiqələr ərzində artıq Hakim Zedatka yaxşı gördür əlini. Joyles Mikes topu saxladı. Isaac Kamua onun yanında. Mikes mərkəzə meyillənir Mikes. Kaim Paris ondan ötürmə. Damon ötürməsi əla alır Mikes. Mikes. Nələr edir Sabah futbolçuları meydanda? Timotej Puxaç sənət əsəri yarattı sanki. Sabah futbolçuları izləyir təkrarı. Paris ardınca Puxaç necə mükəmməl oynayır, necə incə davranır topla. Necə gözəl toxunuş Timotej Puxaç. Çox gözəl anlaşma. Baxımlı gol Sabah futbolçularından. Topla çox yaxşı rəftar edir bu futbolçu. Joyles Mikes. Mikes cəbə meydançasında ara ötürməsi. Kaim Paris sağ ayağında zərbə 4-0-4. Mikes'in ötürməsi. Kaim Paris'in növbəti qolu. Qola gətirib çıxarır izlini təkrarı. İsayev, Lepinitsa. Mikes, Paris və gol. Bax burada bədən hərəkəti ilə həm Isaac Kamuanı yanıltdı, həm Nicat Əliyevin orada yubanmasına səbəb oldu Joyles Mikes. Kaim Paris isə əsas işlək ayağı olmayan sağ ayağı ilə dəqiq zərbə indirir yaxın küncə. Zedatka. Mərkəzə ötürmə dəqiq deyil. Sissoko. Amua. Topu qazanır Sabah futbolçuları. Aleksey İsayev sürətlidir. İsayev yaxınlaşır cəbə meydançasına ötürmə. Romaluda və gol! Yenə yaxın küncə zərbə və Romaluda da gol vuranlar sırasına qoşulur. Görüşün 53-cü dəqiqəsi Aleksey İsayev. Hələ qarşıda xeyli vaxt var. Düzdür, Qəbələ komandası fərqi azaltmaq üçün mübarizə aparacaq, amma çox ciddi üstünlüyü var Sabahın. Aleksey İsayevin ötürməsi, Aron Maludanın zərbəsi saxlamadan dəqiq zərbə yaxın küncə.
Bu da vurulan 5-ci gol. Yenidən Sabahın əks hücumu. Maluda irəliyir topla. Ötürmə ən sağa. Zərbə üçün imkan. Cesi Sekidika yerindədir Rıza Cəfərov. Murad Musayevdən sağ tərəf ötürmə. Eşkin Əhmədov baxır qapı qarşısına. Eşkinin ötürmə cərmə meydançasına. Kinadi zərbə indirə bilmədi. Hücumu davam etdirməyə çalışır orada Ovusu. Ovusu zərbə Balua. Son anda Pakatilov. Timoteusz Puxaç sol cinaha ötürmə. Yenə boşda ona var xeyli. Aron Maluda sürətlə irəliləyir Maluda. Ötürmə ən sağa. Kaim Paris cərmə meydançasında. Paris ötürmə geriyə. Zərbə və növbəti gol gəlir. 6-cı gol gəlir. Fərqi bir qədər də artırır Samafut. Çempionluqla mübarizə aparan iki komandanın bu turda böyük hesablı qələbə qazanması faktı da diqqəti cəlb edir. Düzdür, qarşıda hələ xeyli vaxt var, amma Qəbələ komandasının hücumda o qədər də dişli oynamadığını nəzərə alsaq, Balua topu xeyli irəli daşıyır. Önündə Lepinitsa, Balua aldatdı rəqibini. Baluadan ötürmə qapı qarşısında uzaq gücdən gələn boş zərbəsi dəydi. Topu oraya daxil edir 75-ci dəqiqə. Ötürmə qapı qarşısında boşda zərbə Astas Pakatilov. İkinci əhdə topu ələ keçirir Sabahın kapitanı. Gücdən zərbəni Sabah futbolçuları yerinə yetirirlər. Ötürmə Puxaçdan qapı qarşısına boşda zərbə və 7-0 olur Esman. 7-ci qolu vurur Rəhman Daşdəmirov. Milli komandamızın heyətinə cəlb olunan müdafiəçisi Rəhman Daşdəmirov. Rıza Cəfərov nə qədər çalışsa da uzaq küncə gedən bu topu dəf edə bilmir. Və hesab 7-0 olur. 77-ci dəqiqədə 7-0 olur hesab. Turun ən böyük hesablı qələbəsini Sabah qazanmaq üzrədir. Yenə topu itki. Şahin çox yaxşı keçdi rəqibini 2-10 nömrənin mübarizəsində. Prince Ovosu istiqaməti sola dəyişmək olar indi. Ovosudan ötürmə sol tərəfə. Nuqay Rəşidov cərmə meydançasında. Nuqaydan qüvvətli zərbə. Təkrar zərbə üçün imkan Balua və gol! Nəhayət istəyinə çatır. Qəbələ futbolçuları maçın 87-ci dəqiqəsində vurulan gol. Həmin o qolun təkrarı Prince Ovosu. Sol cinaha ötürmə. Nuqaydan zərbə. Pakatinovdan qaydan top. Və Baluanın zərbəsindən sonra əsəbləşir Stas Pakatilov, çünki müdafiəçi komanda yoldaşları onu sığortalaya bilmədilər. Bu epizodda gecikdilər. Xüsusilə Andrey Santos orada mübarizəyə qoşulana qədər Adriel Balua topu ram etdi və uzaq küncə dəqiq zərbə indirdi. Çatmadı Stas Pakatilov. Bu da təkrar. Gol hazırda yoxlanır və gol qeydə alındı. Hesab hakimsə 90 dəqiqə bitər-bitməz İnqilab Məmmədov mərkəzi göstərir. Görüş başa çatır əziz tamaşaçılar. 23-cü tur Bank Respublika Arenada yekunlaşır.